Axşamınız xeyir dəyərli izləyicilər. Sizi Gəncə şəhərində Göz xəstəxanasının yaxınlığında 4 sot torpağın içində gördüyünüz kimi yeni tikili 6 qarajdır. Rahatçılıqla altına maşınlar yerləşir. Gördüyünüz kimi evimiz yeni tikilidir. Sənəti çıxarış kupçadır. Belə bir zövqlə tikilmiş evimizdir. Həyətdə çöl üçün ayaq yolusu var. Belə bir gözəl ev. Bu gördüyünüz hissə terasıdır. İstipolla təchiz olunub. Yəni gələcəkdə kim istəsə buranı cam pəncərə ilə bağlayıb rahatçılıqla istifadə edə bilər. Qarşıdakı isə mətbəxdir. Mətbəxdən də rahatçılıqla yəni keçid var bir-birinə terasa. Evimiz gördüyünüz kimi yeni təmirdən çıxıb, təmirdən sonra da yaşayış olmuyor. Belə bir, burası da qonaq otağıdır. Geniş ölçüdə. Bayaq dediyim kimi burası mətbəxdir. Mətbəxdən də eyvana çıxış var. Birinci mərtəbənin yataq otağı və birinci mərtəbədəki sanitar qovşaq. Nəzərinizə çatdırım ki, evimiz ümumilikdə hər yeri istipoldur. Birinci mərtəbədə, ikinci mərtəbədə. Bax, belə bir pilləkəni də şabaldı ağacından yığılıb, çox keyfiyyətlə yığılıb. Yəni, sadəcə bir balaca tozludur deyə belə görsənir, çox keyfiyyətli yığılıb. İkinci mərtəbəyə çıxdıqda belə bir yataq otağı. Bu da ikinci yataq otağı. Bu ümumi hamamımızdır. Bu isə üçüncü yataq otağı. Bu yataq otağın içində nəzərinizə çatdırım ki, özünə məxsus hamam otağı var. Burada isə koridordan evimizin geniş terası var. Gördüyünüz kimi rahatçılıqla burada oturub çay içə bilərsiniz, əylənə bilərsiniz. Gördüyünüz kimi evimiz